Müğənni Zamiq Hüseynov istirahət üçün Birləşmiş Ərəb Əmirliklərinə üz tutub. Sənətçi ailəsi ilə birlikdə Dubayda dincəlir. O, tətilindən fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Əməkdar artist Fərqanə Qasımova yeni fotosesiya etdirib. Xanəndə 3 fərqli obrazda obyektiv qarşısına keçib. Fərqanə Qasımova fotolarını Instagram səhifəsində izləyiciləri ilə bölüşüb. Keçmiş model Deniz Akkaya qızı Ayşənin onu eyvana kilitlədiyini iddia edərək prokurorluğa şikayət edib. Məhkəmənin qərar iclası dünən İstanbul 1-ci Uşaq Məhkəməsində keçirilib. Məhkəmə Ayşəni şəxsi azadlıqdan məhrum etmə maddəsi ilə 2 il həbs cəzasına məhkum edib. Lakin yaşının az olması səbəbindən cəza 10 aya endirilib və hökmün elan olunması təxirə salınıb. Bu qərarla Ayşə 3 il müddətində nəzarət altında saxlanılacaq. Akkaya övladının aldığı cəza ilə bağlı belə deyib. Ədalətin məhz bu günlərdə sual altına alındığı bir dövrdə bu qərarı qadınlıq qürurumla qəbul edirəm. Hakim və prokurorlara yenidən təşəkkür edirəm. Rusiyanın məşhur teleradio aparıcısı Aleksey Visyolkin 64 yaşında vəfat edib. Dağların kralı, 16 yaşdan aşağı və yuxarı, Uşaq saatı və 50x50 kimi çoxsaylı televiziya şovlarının ulduzu bir ildən artıqdır ki, qan xərçəngindən əziyyət çəkib. Məlumata görə Visyolkin dünən axşam saatlarında Moskvadakı öz mənzilində leykoz xəstəliyindən dünyasını dəyişib. Mərhumun meyitini onun həyat yoldaşı aşkar edib. Həmkarı Sergey Stilavinin dediyinə görə Aleksey sona qədər sağalacağına inanıb və güc çatışmamazlığına baxmayaraq efirə çıxmaq istəyib. Əməkdar artist Gülüstan Əliyeva yeni fotoları ilə diqqət çəkib. Sənətçi üzəri kiçik muncuqlarla bəzədilmiş açıq yasəmən rəngli libasda obyektiv qarşısına keçib. Bu yaxınlarda Şahzadə Meghan Markle'ın yeni yemək şousunu ələ salan dünya şöhrətli Hollywood aktrisası Gwyneth Paltrow ikisi arasında mübahisə olduğu barədə şayələri təkzib edib. Gwyneth onu ziyarət etməyə gələn Meghan'la yeni videosunu Instagram səhifəsində yayımlayaraq yaxşı münasibətlərinin olduğunu nümayiş etdirib. Paltrow sosial şəbəkədə geniş müzakirə olunan Markle ilə dalaşmasından xəbərdar olub olmaması ilə bağlı hekayələrdə izləyicilərinin suallarını cavablandıran bir video çəkib. Mən heç başa düşə bilmirəm ki, bu nə ilə bağlıdır. Sən başa düşürsən, deyə Gwyneth bildirib. Görüntüdə başını sağa sola aparan Markle Meghan yox cavabını verib. At all whatsoever. Do you understand this? Formula 1-in ulduzu Lewis Hamilton və Modern Family serialının aktrisası Sofia Vergara 2 aylıq münasibətdən sonra yollarını ayırıb. Cütlük yanvarda New Yorkda birgə görüntülənsə də 52 yaşlı Vergara münasibətə ciddi yanaşsa da 40 yaşlı Hamilton eyni fikirdə olmayıb. Xatırladaq ki, Vergara 2023-cü ilin yayında 10 illik evliliyinə son qoyub. Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib. Belə ki, Rəşad Kəsəmənli Facebookda yazdığı işiniz keçdiyi müddətdə əmi dediklərinizə quyruğunuz qapı arasından çıxandan sonra tanımıram səni deməyin. O qapıya bir də işiniz düşər. Haqqını halal etməz. Sözlərinə Cavidan belə cavab verib. Özünü əmi sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Sadəcə elə göstərməyə çalışmısan. Sən ümumiyyətlə özündən başqa heç kimi düşünəcək karakterdə deyilsən. Azərbaycanın tanınmış aktyoru İbrahim Çingiz xəstəxanaya yerləşdirilib. Aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O paylaşımında bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni Azərbaycan kinosu sözlərini yazaraq əlinin əsmə anını izləyiciləri ilə bölüşüb. İbrahim Çingizin xəstəxanaya yerləşdirilmə səbəbi isə hələlik açıqlanmayıb.
Səs iştirakçısı Emil Kadyrov dələduzluq ittihamı ilə saxlanılıb. Müğənni Emil Kadyrov Pushkin kartası ilə bağlı dələduzluqda şübhəli bilinir. İstintaqın iddialarına görə 31 yaşlı müğənni Eldar kino konsert zalının bədii rəhbərinin müavini Yelena Gurko ilə birlikdə saxta konsertlər təşkil edib. Onların dələduzluq planı belə olub. Kadyrovun Eldar konsert zalında çıxış edəcəyi elan edilib. Biletlər isə Pushkin kartı ilə alınıb, amma konsertlər heç vaxt keçirilməyib. Nəticədə dövlət büdcəsindən kino konsert zalına külli miqdarda pul köçürülüb. İstintaqın hesablamalarına görə ümumi ziyan 1,3 milyon rubl təşkil edir. Hüquq mühafizə orqanları şübhələniblər ki, Kadyrovun konsertlərinə yalnız dövlət hesabına biletlərin alınması diqqət çəkib və Pushkin kartı olmayan tamaşaçılarla maraqlanmayıb. Bunun nəticəsində müğənninin evinə xüsusi təyinatlar gəlib və Moskva İstintaq Komitəsi külli miqdarda dələduzluq faktı üzrə cinayət işi açıb. Qeyd edək ki, Emil Kadyrov 25 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulub. O, Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbini klassik gitar ixtisası üzrə bitirib. Xalq artisti Rasim Balayevin Kaliforniyadan videosu yayılıb. Həmin görüntüləri Amerika Birləşmiş Ştatlarında yaşayan müğənni Elariz Məmmədoğlu öz Instagram səhifəsində paylaşıb. Videolarda Məmmədoğlunun Balayevlə Kaliforniyada keçirilən bir tədbirdə səmimi şəkildə görüşməsi əks olunub. Rusiyanın estrada ulduzu Alsu məhkəmədə keçmiş həyat yoldaşı Yəhudi əsilli milyonçu iş adamı Yan Abramova uduzub. Moskva məhkəməsi sənətçinin keçmiş ərinin xaricə getməsinə qadağa qoyulması iddiasını təmin etməkdən imtina edib. Daha əvvəl 41 yaşlı Alsu iş adamının hərəkətlərinin məhdudlaşdırılmasını tələb edərək bunu ona olan borc öhdəlikləri ilə izah edib. Moskvanın Çertanovski rayon məhkəməsinin qərarı ilə Alsu Realifovna Abramovanın inzibati iddiası təmin edilmədi. Qeyd edək ki, 2024-cü ilin avqustunda rəsmi olaraq boşanan keçmiş həyat yoldaşları indi əmlak bölgüsü ilə bağlı məhkəmədədirlər. Bundan əlavə 47 yaşlı Abramovun vəkili Aleksandr Dabrovski bildirib ki, iş adamı keçmiş həyat yoldaşına 2,5 milyard rubl təzminat təklif edib, lakin Alsu sövdələşmədən imtina edib. Bildirilib ki, müğənni Abramova qarşı bir neçə məhkəmə iddiası qaldıraraq ondan 10 mülkün verilməsini tələb edib. Mətbuata görə keçmiş həyat yoldaşları Moskvadakı 5 otaqlı mənzili, Rublyovkadakı evi, Krımda tenis kortları, tövlələri və teatrı olan daçanı, həmçinin Londonun mərkəzindəki mənzili bölməli olacaqlar. Xatırladaq ki, keçmiş ər-arvadın 2 qız və 1 oğlan övladı var. Türkiyəli aktyor Doğukan Polat'ın yeni serialı məlum olub. Aktyor Modern Doğu Masalları adlı serialda rol alacaq. O burada Deli Veli obrazını canlandıracaq. Bundan əlavə serialda Ercan Kesal Yakub Dədə obrazını canlandıracaq. Qeyd edək ki, Doğukan Polat sonuncu dəfə Yalı Çapqını serialında, Ercan Kasel isə Aldatmaq serialında rol alıb. Xalq artisti Aygün Kazımovanın Sos mahnısı xarici zirvələri fərq etməyə davam edir. Pop kraliçanın gündəmdən düşməyən layihəsi yenidən Rusiya, Çexiya, Finlandiya və Niderland krallığının Shazamda ən çox axtarılan mahnılar siyahısına daxil olub. Mahnı təqdim olunduğu gündən indiyə kimi Azərbaycanın Apple Music chartında birinci pillədə olub. YouTube-da baxış sayı 39 milyonu keçən bəstə həftələrlə birinci olub. Mahnı həmçinin TikTokda da trendə düşüb və bəstəyə 100 minlərlə video çəkilib. Qeyd edək ki, mahnının sözləri Orxan Qarabasmaya, musiqisi isə Kazımcana aiddir. Suallar presdə bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən Rusiyanın əməkdar artisti Mikhail Yefremov şərti azadlığa buraxılacaq.
Rus mətbuatı xəbər verir ki, prokurorun sözlərinə görə cinayət cəzasının məqsədi həyata keçirilib, buna görə Yefremovun artıq koloniyada qalmasına ehtiyac yoxdur. Qeyd edilib ki, azadlığa buraxıldıqdan sonra aktyora 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək qadağan olunacaq. Həmçinin məlum olub ki, aktyor koloniyada intizamı pozub. Məsələn, telefon istifadə edib və iş yerindən ayrılıb çay içməyə gedib. Azadlığa çıxmaq üçün etdiyi zəngə görə Yefremov 5 gün müddətinə cəza izolyatoruna göndərilib. Xatırladaq ki, 8 iyun 2020-ci ildə Yefremovun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində kuryer Sergey Zakharov dünyasını dəyişib. Meyxanaçı Vüqar Əbdülov mahnılarını oxuyan sənət adamlarına səslənib. Sənətçi onlara ifaları ilə bağlı qadağa qoyub. Mahnılarımın oxunmasına etiraz etmirəm, amma onu sındırmasınlar. Mahnının haqqını versinlər. Əgər bu yaxşı mahnıdırsa, haqqını verin. Mahnımı yaxşı oxumayacaqsansa, oxuma. İstəmirəm deyə qeyd edib. Sən məndən də yaman olmamısan mı? Ata sən özün cavan olmamısan mı? Dünya şöhrətli Rus əsilli supermodel Irina Sheyk New Yorkda dostu ilə küçədə gəzərkən paparazzilərin obyektivinə tuş gəlib. 39 yaşlı podium ulduzu geyim tərzi ilə yenə də diqqətlər üzərinə cəmləyib. Belə ki, Sheyk üzərinə iri həcmli qara rəngli bomber gödəkçə, dəri ətək, uzun corablar və qara ayaqqabı geyinib. Obrazın əsas aksesuarı isə Irinanın əlində bərk-bərk qucaqladığı kitab olub. Aktrisa Pərvin Abiyeva villasını nümayiş etdirib. Sənətçi görüntüləri Instagram hesabında paylaşıb. O, villasının həyətindən çəkdiyi videoya "Bayramınız mübarək" şərhini yazıb. Dünya şöhrətli Hollywood aktrisası Angelina Jolie The New York Times qəzetinə verdiyi müsahibədə oğullarından birinin New Yorkda ayrı yaşadığını bildirib. 49 yaşlı aktrisanın sözlərinə görə gənc oğlan təxminən 20 yaşında ikən özü üçün aldığı mənzildə yaşayır. Jolie oğullarından hansının orada məskunlaşdığını dəqiqləşdirməsə də, o qeyd edib ki, digər uşaqlar bəzən evə baş çəkərək evi bir növ gecəqonduya çevirirlər. Maddox Angelina Jolie və Brad Pittin övladlığa götürülən oğullarından biridir. Gənc artıq kino sənayesində ilk addımlarını atır. 2015-ci ildən o, anasının Kod d'Azur, Atamı əvvəlcə öldürdülər və Maria kimi filmlərində rejissor assistenti kimi çalışıb. Avroviziya təmsilçilərimizdən olan Safura Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə video paylaşıb. Videoya ürək emojisi qoyan Safura görüntüdə bahalı üzüyünü nümayiş etdirib. Qeyd edək ki, Fərhad Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Safura və Fərhad Türkiyədə yaşayır və onların 3 övladı var.